Soyuz multfilmin istehsalı 1954-cü il. Qızıl Antilop. Hind nağılları əsasında. Ssenari müəllifi Abramov. Rejissor Atamanov. Quruluşçu rəssamlar Vinokurov, Şvartsman. Bəstəkar Yurovski. Qızıl! Pul! Pullarım! Tutun onu! Çapın! Çapın! Tutun onu! Antilopu tutun! Mən də hələlik bunları toplayayım. 4, 5, 6... Qorxma, qorxma. Mən səni gizlədərəm. Qorxma. Mənimlə gəl, gəl, gəl. Gəl, gəl. Gizlən. Tez ol, gizlən. Buradan Qızıl Antilop geçti. De görüm, o hara gitti? Ey böyük raca, antilopu deyirsiz? Antilop ora qaçdı. Bəs onda izləri niyə burada qutarır? Sən məni aldadırsan oğlan. İcazə ver onun boynunu vurum. Əvvəlcə gel yoxla. Əgər məni aldadırsansa, onda bu pələkləri sənin üstünə salacağım. Oğlanın dedikləri həqiqətdir. Budur. Bunları bax oradan tapdım. Mən nə qədər tələbkar olsam da, bir o qədər ədalətliyəm. Həqiqəti dediyin üçün səni mükafatlandıracağım. O qızılları mənə ver. Ver görüm. Oğlan, mən sənə həyatını bağışlayıram. Pələngləri yaparım. Sağ ol kiçik qardaş. Köməyə ehtiyacın olanda
yanıma gələrsən. Və səni oradan tapım. Mən uzaqlarda, cəngəlliklərdə yaşayıram. Köhnə şəhərin arxasında, Qozbel dağın yanında, yaşıl bambuqların yetişdiyi, cır gavalının bitdiyi yerdə yaşayıram. Orada 6 ay balası hop deyib yuvarlanaraq oynayırlar. Ağacdan yarpaqlar töküləndə isə pələngilər bu mənzərəni seyr etməyə gəlirlər. Sən də gəl, mənim kiçik qardaşım. Səndən çox xoşum gəldi. Mənim də səndən xoşum gəldi. Tut onu! Tut onu möhkəm tut! Bırakma! Qaç, qaç! İrəli! 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 Ay! Oy! Oh! İrəli! İrəli! Sən niyə onu bıraktın? Səndən qorxdum. Bax belə, bəs də danışdın. De görüm, o harada yaşayır? Mən bilmirəm. Bilirsən, sən onunla köhnə dost kimi qucaqlaşıb dayanmışdın. Tez ol, yerini söylə, yoxsa halın pis olacaq. Onsuz da halım pisdir. Mən yetiməm. Yetimsən? Qulaq asa yetim. Nə olar, antilopun yerini de. Hə, de mənə. Bax, mən sənə qızıl pul verəcəm. Mənə qızıl lazım deyil. İstəyirsənsə, bunların hamısını sənə verərəm. Əgər biri lazım deyilsə, hamısını neyinirəm? Hə, sən elə bilirsən ki, antilop sənə çoxlu qızıl verəcək, hə? Tez ol, onun yerini de. De görüm. De, tez ol de. Ay. De, dayan, kaçma. Dayan, kaçma. Dayan. Yerini de, dayan. Kaçabilmeyeceksin. 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 Ay, ay, ay. Ay, aha, düştün elime. Ay. Ay, 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 ay. Senden Raca'ya şikayet edeceğim. Ay. Her bir racanın sehirli bir eşyası var. Şimaldaki racada göyde uçabilen tahtadan bir at var. Cənubdakı racanınsa quşa dönebilen həyat yoldaşı var. Quş. Yığışdır, bunları dəfələrlə görmüşəm. Çıx, get. Yaman darıxıram. Qərbdəki racanınsa bir sehirli çubuğu var ki ona yemek getirir. Ah. Au. Benimse hiçbir şeyim yoktu. Çık git.
bugün kızıl antilopu elimden kaçırdım. Ha, buraya gel görüm, gel. Yakın gel. Tez ol, gel, korkma. Tez ol. O yoldan yığdığım pulları göster görüm. Göster, hamsını göster. Hamsını. Belki bunlar saxtadır. İndi bunları yoxlayarıq. Baxaq, görək, həqiqidir, yoxsa saxtadır. İndi hər şeyi öyrənəcəyik, yoxlayacağıq. Aparım öz qızıllarımla müqayisə edeyim. İndi baxarıq. İndi baxarıq, yoxlayarıq. Görün mənim pullarımdan seçilmir ki. Həqiqidir. Hey, Beyrəkə, sən çəkib mənim də pullarımı sandığına qoydun. Vay, gör bir neynədin. Bəs indi sənin pullarını öz pullarımdan necə ayıracağım? Rəcal, pullarımı ver. Sənin pullarını vermək üçün öz pullarımdan necə ayırım, hə? Birdən sənin pullarınla bir yerdə, mənim də pullarım getdi, onda necə? Mən öz pullarımı heç kimə vermək fikrində deyiləm. Raca, mənim pullarım adamlarımdan daha qiymətlidir. Pullarım həqiqidir, adamlarsa saxtadır. Mənə sadiq olduğunuza and içirsiniz, amma antilopu gətirə bilmirsiniz. Ey böyük Raca, mən də bu xəbərlə sənin yanına gəlirdim. Kənddə bir balaca oğlan antilopun yaşadığı yeri bilir. Mən öz gözümlə gördüm. Balaca oğlan antilopun yaşadığı yeri bilir. Tez onu mənim sarayıma gətirin. Raca səni saraya gətirməyimizə əmr elədi. Axı mənim heç bir günahım yoxdur. O oğlanı götürün. Ay. Git buradan. Çık git. Git buradan, cəngəlliklere git. Çık git buradan. Git. Çık git, cəngəlliklere git. Əsgərlər! Racanın əmrini yerinə getirin. Məni azad elə. Axı mən sənin həyatını xilas elədim. Yəni sən doğrudan da mənim zollaqlı bir pişikdən qorxduğumu düşünürsən? Pişikdən qorxmuşam. Onu tez Racanın huzuruna aparın. Ardımca. Mənim nökərimə hücum çəkib, paltarını cırıb, bu cür mötəbər insanı döydüyün üçün səni cəzalandıracağım. Mən ona toxunmadım, ey böyük Raca. Ulan, vəhşi pələk kimi üstümə hücum çəkdi. İcazə ver, bu boynunu vurum. Dayan görüm. Sən bizə cərimə ödəməlisən. 10 dənə qızıl gətirməlisən. Mənim üçün cəriməni həmişə Raca alır. Sən artıq öz payını almısan. Ey böyük Raca, məndə bu qədər pul yoxdur. Əgər gün çıxana qədər
10 kızılı getirmezsen hayatınla vidalaşacaksın. Gidebilirsin. Ged onun dalıca. Eminim ki görmek için o antilopun yanına gidecek. Onda biz de antilopun yerini öğreneceğiz. Toxunma. O balalara toxunma. Mən sənə süd verərəm. Çox sağ ol. Sən nə axtarırsan? Mən qızıl antilopu axtarıram. Ardımca gəl. Balacalar, ağlamayın. İndi sizə kömək eləyərəm. İndi isə qaçın, gizlənin. Çok sağ ol küçük kardeş. Bu cəngəllikdə nə axtarırsan? Mən qızıl antilopu axtarıram. Mən səni apararam. Elvida. Bundan sonra özün gidersen. Köhnə şəhər. Antilop bu şəhər barədə danışmışdı.
Çox sağ ol kiçik qardaş. Sən bu cəngəllikdə nə axtarırsan? Mən qızıl antilopu axtarıram. Belimə otur. Mən səni apararam. Горбатая гора. Вот она. Əlvida kiçik qardaş. Bundan sonra özün gedərsən. Yaşıl bambuk. Ayı balaları. Cırgavalı. Pələnglər. Ona toxunmayın. O mənim dostumdur. Ne yaxşı ki səni tapdım. Nə olub, kiçik qardaşım? Əgər gün çıxana qədər mən Racaya 10 dənə qızıl pul gətirməsəm, o boynumu vurduracaq. Al, götür. Çox sağ ol. Dayan. O bambukdan özünə bir tütək düzəlt. Mən sənə lazım olsa, 3 dəfə çalarsan. Mən də gələrəm. 3 dəfə çalmaq. 3 dəfə. Əlvida, mən gedim. Deyilən vaxta yetişməyəcəksən. Gəl otur. Mən səni apararam. Gəlmədi? Gəlmədi. Gəlmədi? Gəlmədi. Bırax gəlsin. Bırax gəlsin. Sənsən? Ey böyük Raca, mən istədiyini gətirdim. Mən bilirəm onları sənə kim verib. Tez ol, antilopun yerini de. De, tez ol. Yox demərəm. İcazə ver, bu boynunu vurum. Dayan. Oğlan, sənə 3 dəqiqə vaxt verirəm. Bax, bu saati qururam. Buradakı qum boşalana qədər sən antilopun yerini mənə deməzsən, boynunu vuracaqlar. Racasan, amma bilmirsən ki, dostu satmaq olmaz. Oğlan, ay xeyirxah oğlan,
Sən mənim vəzirim olacaqsan, mənim oğlum olacaqsan. İstəsən laf atam da ola bilərsən. Sadəcə antilopun yerini de. De mənə. Yox, deməyəcəm. Tez ol de, yoxsa gec olar. Deməyəcəm. Demirsən? Yox. Vurun bunun boynunu. Dayanın, 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 dayanın. Onda sihirli tükey var. Eğer o tükeyi 3 dəfə çalsa, antilop gələcək. Verin mənə. Yox, mənimdir. Məni çağırmısan? Kiçik qardaş. Yox, onlar aldatdılar səni. Qaç, tez ol, qaç. Eğer kaçıp gitsen, mən bu oğlanın boynunu vurduracağım. Məndən nə istəyirsən? Kızıl. Oğlanı burax. Sənə qızıl verərəm. Oğlanı bırak. Ey keşikçiler, keşikçiler, onu tutun, onu tutun. Sən get kiçik qardaş. Get. Mən sənsiz getmərəm. Aparın oğlanı oradan. Mənim üçün narahat olma. Ora getmə. Sənə nə qədər qızıl lazımdır? Çok. Birdən lap çox oldu. Bu ne ahmak heyvandı. Kızıl hiç çok olabilir. Yaxşı. Amma yadda saxla. Əgər məni dayandırsan, kifayətdir sözünü desən, sənin bütün qızılın daşlara dönəcək. Kızıl. Ulan, o benim kızıllarımdı. Kızıl. Vay! Kızıl! Ular! Kızıl! Benim kızıllarımdı! Benimdi! Vay! Benimdi! Cehennem ol! Benimdi! Ay! Pullar! Kızıllar! Cehennem olun! Benimdi! Benim kızıllarımdı! Ular! Ay! Kızıllar! Benimdi. Bura qaç, bura. Dayan. Dayan bir. Yine bir. Biraz da. Biraz da bir. Çoklu kızıl ver. Ver. Merhamet ele. İnsafa gel. Kifayettik. Kömeyeliyin. Kömeyeliyin. Öldür özüne kömeyele. Ben de giderim. Başka racanın yanına. Senden varlı olanın. Gedək kiçik qardaş. Gedək. Filmin sonu.